Həmçinin bizim üçün burada nə fayda var? Bir adam namaza başlamaq istəyir. Deyir, mən məsələn, müğənniyəm, musikantam. Eşidib, bilir, haramdır. Və ola bilsin, bilmir. Namaza başlamaq istəyir. Onu yükləmə. Ola bilsin, yükləyərsən, heç haramlığını bilmir. Namaz qalıb qıraqda bundan başlayarsan, adam ona görə namazdan uzaq durar. Eləmə. Qoy başlasın. Yavaş-yavaş bilmədiklərini öyrənəcək. Qoy başlasın. Ariflərdən birinə biri gəlir, quldur olur, oğru olur. Dolanışıq bundan keçir. Gəlir, deyir ki, mən istəyirəm ibadətə başlayayım. Bu da deyir, nə gözəl, nə yaxşı. Deyir, amma bir əmma var. Deyir, əmma nədir? Deyir, mən oğruyam. Bu ağsaqqal da deyir ki, çox gözəl, çox yaxşı. Yəni, sual nədir? Deyir, yəni, buna bu, deyir, dəxli yoxdur. Namazın vaxtı gəldi, dəstəmazını al, namazını qıl, sonra gedib oğurluq edərsən. Və bu həqiqi fəqihdir. Bu başa düşür ki, yəni, bu xeyir qapısını ona bağlama. Onsuz da bağlıdır. Bu qapını onun üçün az, qoy başlasın, sonra davamı gələcək. O namaz yerində olanda, onsuz da onu oğurluqdan da, başqa haramlardan da Allahın izni ilə qoruyacaq.